sual verən bacıdır. Bildirir ki, 5 uşağı var və bu uşaqlara görə dövlət uşaq pulu verir. Lakin uşaqların atası bu puldan anasına xərcləmək üçün vermir və bacı sualda bildirir ki, bu pulun onun pasportuna, yəni onun səbəbindən verirlər. Bu pul onun haqqı olduğu halda uşaqların atası ona xərcləməyə bu puldan vermir. Sual verilir ki, bu doğrudurmu? Yəni ata bu cür davrana bilərmi? Yəni uşaqlar üçün verilən pulu götürüb anaya verməyə bilərmi? Birinci bunu qeyd edim ki, uşaqlar üçün verilən pul uşaqlara aiddir. Əslində nə ata, nə də ana, yəni ehtiyac olmadığı təqdirdə bu puldan götürə bilməz. Alimlər qeyd edirlər ki, əgər uşaqlar üçün pul ayrılırsa dövlət tərəfindən, o pul uşaqlara xərclənməlidir və əgər uşaqlara kifayət edərsə, yəni artıq da qalırsa, məbləğ böyük bir məbləğdir, o zaman həmin pulu valideynlər yığmalıdır. Yığıb uşaqlar üçün saxlamalıdır. Özlərinin ona ehtiyacı yoxdursa, atanın da qazancı var, həmçinin ananın da ehtiyacı yoxdur, götürə bilməzlər. İkinci məsələ, övladın pulunu onun himayədarı götürə bilər. Himayədar da kimdir? Ata. Necə ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bir hədisdə bir sahabəyə bildirir ki, sən də, malın da atana məxsusdur. Və buradan alimlər götürürlər ki, övladın pulunu ata götürə bilər, onun izni olmadan, amma ana isə alimlər qeyd edirlər ki, bu hədisdə bildirilmədi. Ana isə ata izin verdikdən sonra götürə bilər. Atanın izni olmadan ana uşağın pulundan götürə bilməz. Və baxmayaraq ki, sualda bacı qeyd elədi ki, onun pasportuna əsasən veriblər, yenə də pul uşağındır, uşağa veriblər. Ata olan yerdə ana himayədar sayılmır, yəni qeyyum sayılmır və bu pulu ata götürməlidir və ata özü, yəni istəsə anaya verə bilər bundan. Və həmçinin əgər ananın bu pula ehtiyacı yoxdursa, ana bu pula dəyməməlidir. Həmçinin ata da bu pulu saxlamalıdır övladların ehtiyaclarını ödəmək üçün.